Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Fevralın 20-si saat 16:30-da piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Gəndov-Yalma yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində rayonun Ləccət kənd sakini 22 yaşlı şəxs idarə etdiyi Mercedes markalı avtomobillə 14 yaşlı şəxsi vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Kəlbəcər rayonunda bir kişi işlədiyi şirkətdə vəfat edib. Məlumata görə hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birində qeydə alınıb. Şəki şəhər sakini 1969-cu il kişi cinsli şəxs iş zamanı qəfil halıb pisləşib. Dərhal əraziyə təcili tibbi yardım çağırılıb. Müayinə zamanı 57 yaşlı kişinin vəfat etdiyi müəyyən olunub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata əsasən həmin şəxs ürək tutmasından dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün adəti üzrə təhvil verilib, ekspertizadan sonra isə ailəsinə təhvil verilib. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik.